videolarda meyoz və mitozla bağlı bəzi suallara baxaq, məsələ həllərinə baxaq. Hansı ki, DİM-də də bizim qarşımıza çıxır bu suallar və düsturları necə tətbiq etməliyik, onun yollarını görək. Meyozun ilk bölünməsindən bilavasitə əvvəl ana hüceyrədə xromosomların sayı X, xromatidlərin sayı M, DNT-nin miqdarı D olmuşdur. Birinci bölünmədən sonra yeni əmələ gəlmiş hüceyrələrin birində bu parametrlər necə olacaqdır? Baxın, biz bilirik ki, hər bölünmədən əvvəl ana hüceyrə interfaza keçirir və interfazadan sonra hüceyrədəki parametrlər bu şəkildə olur. Xromosomların sayı 2N, DNT-nin miqdarı 4C, xromatidlərin sayı 4X. Və bizə məsələdə deyir ki, xromosomların sayını X ilə göstər, yəni 2N bərabərdir X-ə, xromatidlərin sayı M, yəni 4X-imiz bərabərdir M-ə və DNT-nin miqdarı D, yəni 4C də bərabərdir D-yə. Və deyir ki, bu hüceyrə birinci meyozu keçirdi, ondan sonra əmələ gələn hüceyrələrdə bu parametrlər necə olacaq? Əlimizin altını rahatlayırıq və tez yadımıza salırıq. Meyoz 1-i keçirən hüceyrələrdə, meyoz 1-dən sonra əmələ gələn hüceyrələrdə parametrlər necə olurdu? Düsturumuz necə idi? Xromosomların miqdarı N, DNT-nin miqdarı 2C, xromatidlərin miqdarı da 2X idi. Əgər ki, mənim 2N-im X-ə bərabərdirsə, məsələ mənə bu şərti verib. Onda N-i necə ifadə eləyərəm? X böl 2. Əgər ki, 4C-mi D ilə göstərirsə, onda 2C də D-nin yarısı olar. Yəni, D böl 2. Əgər ki, 4X-i mənə M ilə ifadə edirdirsə, məsələnin şərtində, onda 2X-i necə ifadə eləyərəm? M böl 2. Deməli, cavab olacaq B bəndi.